qurban olum. Tarix dolu, dünya dolu şöhrətimə qurban olum. Aşıq qaşan sellərinə, nəğmə qoşan dillərinə, nur çeşməli çöllərinə, hikmətinə qurban olum. Yaz arzulu, yaz diləkli, duz çörəkli, düz çörəkli, mən deyirəm dağ ürəkli, millətimə qurban olum. Güzel qar yağır, yeni ili sevgiyle karşılayır. Qoy yeni il nağılları getirsin, qoy nağıllar arzuları çiğnetsin.
2015-ci ildə sizə çətin və məsuliyyətli peşənizdə uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Bu ilin hamımız üçün düşərli olmasını arzulayırıq. Sabunçu rayonunda yerləşən Akif Qambazədə adına 148 nömrəli məktəb. Bu məktəbin sansız hesabsız uğurları vardır. 2013-2014-cü təhsil ilində məktəbimizin 80%-dən artıq şagirdi ali məktəbdən tələbə adını qazanmışdır. Bu da çox böyük uğurdur. Məktəbimizin olimpiyalarda rəsm, musiqi, şeir və inşa müsabiqələrində müxtəlif yerlərə layiq görülmüşdür. Şagirdlərimiz sevə-sevə bu yarışlara baxır və uğurlar qazanır. Bu yaxınlarda məktəbimizin musiqi sürücü mədəniyyət məşqi birinci yerə fəaliyyət göstərir.
kazanmışdır. Məktəbimiz yaxınlarda yenə də musiqi müsabiqəsində və fənn olimpiyalarında da iştirak edəcək. Rahim Həsənova müəllimənin 9-cu ders sinifi Şəhriyar alınan kitablarında əlif qozalarla görüşmüşdür və müxtəlif konsertlərlə onları sevindirmişdir. Özümüzə gələn 2015-ci ildə yəqin ki, məktəbimizin uğurları davamlı olaraq daha gözəl nəticələrlə və yeni zəfər soraqları ilə öndə gedər. Bunun üçün məktəbin direktoru Esmira müəlliməyə və məktəbin güclü müəllim kollektivinə təşəkkür edirik. Dostlar, sevinin bugün. Yine de biz yeni ile görüştük. Gamı unutturan, kədərli ama neçə şirin dille görüştük. Yine de bir vərək doldu ömürdən, bir qalçı da dəydi həyatımıza. Bir təngə, gül çiçək yolda ömürdən, şənliklər gətirən növbətimiza. Ürək ovlandıqca gözlər yaş sizə, yaşlar dönsün, ürəkdə olur. Olsa da həyatın sonucu kədər. Sevinçdə, gülüşdə, təmdədir baxın.
Uşaq cavanlaşır, qocalır cavan. Yaş üstə yaş gəlir hər yeni ildə. Qalacaq yenə də sirli sehirli. Hər solan çiçəkdə açılan gündə. Sevinə dostlar, sevinin bugün. Sevinclər bəzəsin anlarınızı. Gəlsin xoş xəbərlər, hey dəstə-dəstə. Müjdələr oxşasın günlərinizi. Azərbaycan, qayası nur ki, hər daşından alov kimi otururlar. Azərbaycan deyiləndə ayağa qalx ki, Füzulinin ürəyinə toxuna bilər. Azərbaycan, bu kəlməni eşidən hər bir Azərbaycanlı gənc qürur hissi keçirir. Təbii, hər bir Azərbaycanlı bilir ki, vətənimizin ayrılmaz köşələrindən biri olan Qarabağ artıq neçə ildir ki, düşmən torpağı altındadır. Nankör düşmənlərimizin ilk növbədə 1918-ci il 31 mart günündə bizlərə qarşı soyqırım törətmişlər. Bundan sonra isə daha dəhşətlisi 1990-cı il yanvar günü Bakıda su verimi artdı. Artıq 2015-ci ildə 20 yanvarın yaranma tarixindən 25 il keçəcək.
Sizinlə Azərbaycanlıların həmrəylik günü münasibəti ilə və yeni ilin gəlməsi münasibəti ilə təbrik edirəm. Sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Həmişə daha böyük vəzifələrdə olasınız. Burada iştirak edən bütün müəllimlərə, valideynlərə, əziyyət olanların hamısına təşəkkürlüyümü bildirirəm. İndi isə məqədən şəklimiz başladı. Sağ olun. Biz Azərbaycanlılar musiqiyə daha çox yer veririk.
müzik sənətimizdə daha çox yayılmışdır.
münasibətilə, Dünya Azərbaycanlarının həmrəylik günü münasibətilə kollektivimiz adına təbrik edirəm. Yəqin ki, oturduğunuz indi çox təsirləndiricilərə baxmışsınız. Amma mən bütün bunların hamısına xəbərdaram. Sadəcə bilməyənlərə demək istəyirəm ki, yəni həqiqətən də bizim məktəbdə çox istedadlı uşaqlarımız var. Fərqdən az. Düzdür, bəzi yerlərdə mən biraz musiqidən başım çıxan adamda xaric notlar var idi, xaric şeylər vardı. Amma bunlar üçün çox böyük uğurdur. Yəni, mən çox sevinirəm ki, bizim bir Azərbaycanlı kimi balalarımız gözəl işlərlə məşğuldurlar. İdmanla məşğuldurlar, rəsmlə məşğuldurlar, musiqi ilə məşğuldurlar. Bunun özü çox gözəldir. Və bizim sentyabrdan indiyə qədər, yanvara qədər çox tədbirlərdə iştirak edirlər. Silsilə tədbirlərimizdə çox böyük uğurlarımız olub uşaqlar elan edərlər. Yəni, istər rəsm sahəsində, istər musiqi sahəsində. Demək olar ki, rayonda bizim bir musiqici məktəbi kimi tanıyırlar. Mən özüm müəllimlərə tapşırdım ki, istedadlı uşaqları bizə çıxarsınlar və məktəbimizə gözəl bir ansambl yaratsınlar. Çox güman ki, biz istəyirik yavaş-yavaş hazırlaşaq və mənim arzum budur ki, gələn bu vaxt elə məhz bu tədbiri, bu heyətlə, elə bu valideynlərimizlə bir yerdə yeni məktəbimizdə keçirək. Çünki yeni məktəbimizdə mən bilirəm müəllimlər üçün, valideynlər üçün çox maraqlıdır. Çox böyük aks-alqış edəcək. Orada uşaqlar üçün hər bir şərait olunacaq. Soyunub geyinən yerləri böyük, yəni bütün valideynlərimizi biz ora çağıracağıq və yəqin ki, yanvara qədər görünən işlərin həm yekunu olacaq, yəni bilinməz ki, yekunları, həm də uşaqlarımızın istedadı ilə siz məşğul edəcək. Əziz uşaqlar, çox sevinirəm, çox şadam və belə də sükanı belə tutun, axıracan da belə gedin. Yəni, bunun mütləq uğurlarını siz görəcəksiniz. Mən çox sevinirəm ki, az da olsa çox şəraitsizlikdir. Bu şəraitdə də siz özünüzü müəyyən bir sahədə göstərə bildiniz. Və mən bu yeni münasibəti təbrik edirəm və bugünkü tədbir iştirakçılarına, Arzu müəllimə, Zəminə müəllimə, bilmirəm da, kimlər iştirak edib burada? Uşaqlar öz yerində də, yəni sizin rəhbərinizin altında mən hiss edirəm ki, bu tədbir həyata keçirilir. Bilirəm, tədbirlərimiz çoxdur, məşq eləyən yerlərimiz də olmalıdır, dərs prosesində, orada, burada ancaq çıxardan. Ancaq onu deyim ki, məsələn, bu saz çalanlar ki, gənc leytinant, cənab leytinant, məsələn, onu biz 80 nömrəli məktəbdə tədbir keçirdik, o da qalib gəldi uşaqlarımız. Sonra Bahar mənim rəhbərliyimdə, dayaq yenə gəldi, çəkilib içəri dedik, mən uşaq xəbərinə gələcək, dedim, sən nə uşaq xəbərinə gəlsin, sən nə vaxt bəd xəbərinə gəlsən. Yenə uşaqlarımız, o Aypara cəmiyyəti deyirlər, Qızıl Aypara cəmiyyəti eşitmişsiniz. Demək olar ki, Sabuncuda birinci məktəbdir. Birinci, yəni, hər təriflərində biz iştirak eləmişik, istəyirik uşaqlarımız vətəmiz haqqında anlayışları olsun, kömək haqqında anlayışları olsun, bunların zərrə qədər də olsa nəyəsə köməkləri bilinsin, uşaqlar bunu dərk eləsinlər və sevinsinlər. Çox təəssüf, vaxtım məhduddur. Hamınızı ürəkdən təbrik edirəm, çox sağ olun. Yeni il mübarək.